Azərbaycanda Ramazan bayramının davam elədiyi günlərdə bir sıra vətəndaşlar həcc ziyarətinə yollanırlar. Ziyarətə yollananlar arasında tanınmış şəxslər, o cümlədən iş adamları və sabiq millət vəkilləri də var. Manşet azın əldə elədiyi məlumata görə həcc ziyarətinə yollananlar sırasında sabiq millət vəkili Hacı Qalib Salahzadə də olub. O, sayta açıqlamasında 35-ci dəfə həcc ziyarətində olduğunu təsdiqləyib. Nəhayət 35-ci dəfə həcc ziyarətində oldum. Arzusunda olanlara qismət olsun. Müsəlmanların əsas vəzifələrindən biri həcc ziyarətinə getməkdir. Onu da qeyd edeyim ki, 35 ilin içərisində ildə 2-3 dəfə getdiyim də olub. Şükür Allaha hər şey yaxşıdır, sağlamlığım yerindədir, deyə Hacı Qalib açıqlamasında bildirib. Qeyd eləyək ki, Hacı Qalib Salahzadə uzun müddət Milli Məclisin deputatı olub. Onun dəfələrlə həcc ziyarətinə getməsi məsələsi müzakirə mövzusuna çevrilib. Bununla bərabər sabiq deputat qalmaqallı torpaq və əmlak problemləri ilə də yadda qalıb.